Ağ Ev bildirir ki, Prezident Barack Obama Əfqanistanla bağlı strategiyanı baş müşavirlər və komandirlərlə müzakirə edərək onun həyata keçirilməsi ilə bağlı bir sıra sərəncamlar verib. ABŞ mətbuatının verdiyi məlumata görə, Prezident Barack Obama Əfqanistanla bağlı yeni strategiyanın bir hissəsi olaraq bu ölkəyə 30 min nəfərdən ibarət əlavə hərbi qüvvə göndərəcək. Prezident Barack Obama artıq bir neçə aydır Əfqanistanla bağlı strategiyanı müşavirləri ilə müzakirə edib. İndi növbə Amerika ictimaiyyətinindir. Ağ Evin mətbuat katibi Robert Gibbs Prezidentin çıxışından öncə açıqlamalar verib. O, cənab Obamanın ABŞ-ın Əfqanistanda müddətsiz qalmayacağı haqda mesajına toxunub. This is not an open-ended commitment. Bu daimi öhdəlik deyil. Yəni, bu ondan ibarətdir ki, biz əfqanlarla tərəfdaşıq, milli təhlükəsizlik qüvvələri, ordu və polisə öz ölkələrini qorumaq üçün təlim verməyə davam edəcəyik, deyə o bildirib. Robert Gibbs ABŞ-ın Əfqanistanda əldə etdiyi tərəqqinin səviyyəsini qiymətləndirməkdən imtina edərək, bunun əvəzinə cənab Obamanın mümkün hədəflər üzərində dayanmağa üstünlük verdiyini deyib. İndi orada bir il əvvəl olduğundan 2 dəfə artıq hərbi qüvvə var. Fikrimcə, Prezident Amerika xalqına indi orada olan qüvvə ilə nə edə biləcəyimizi müəyyənləşdirmək əvəzinə missiyanın inkişafına nail olmaq üçün lazımi qüvvəyə hazırda malik olduğumuzu açıq bildirməlidir, deyə o bildirib. New York Times qəzeti administrasiya rəsmilərinə istinad edərək Prezidentin müharibənin sonu çıxış strategiyasından danışacağını bildirir. Bu kimi xəbərlər Respublikaçı senator Jon Kyl da daxil olmaqla bir sıra ABŞ qanunverichisinin narazılığına səbəb olub. Senator Kyle'ın sözlərinə görə çıxış strategiyasından danışmaq təhlükəlidir. Bu, Taliban üçün o deməkdir ki, bizim getməyimizi gözləyin. Bu, həm də Avropalı müttəfiqlər ya da NATO müttəfiqləri üçün oraya dəstək məqsədi ilə əskər göndərmək məsələsində ümidverici görünmür, deyə o bildirib. Robert Gibbs bu iddiaları rədd edib. O deyib ki, administrasiyanın ABŞ hərbi qüvvələrinin Əfqanistanda daimi qala bilməsi siyasətini qəbul etməməsi nə üsyançıları ruhlandırır, nə də müttəfiqləri ruhdan salır. O deyib ki, Prezident Obama əslində müttəfiqlərlə məsləhətləşmələr aparıb. ABŞ prezidenti çıxışından öncə Əfqanistan prezidenti Həmid Karzai və Pakistan prezidenti Asif Əli Zərdari ilə telefon söhbəti aparıb.